Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. As-salatu vesselamu ala Resulillahil emin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah kardeşler. Şükürler olsun Allah'a. Allah Teala bize nasip eləyir, müvəffəq eləyir. Ve buradan fürsətdən istifadə eləyib dua edirik müsəlman bacı qardaşlarımız üçün ki, Allah Teala o kəslər ki, həcc ziyarətinin, ümrə ziyarətinin arzusundadır. Allah Teala onlara imkan versin, müvəffəq eləsin, nəsib eləsin ki, onlar da həcc eləsinlər, ümrə eləsinlər. Allah onlara xeyirli ruzu versin. Allah Teala müsəlmanların xəstələrinə şəfa versin. Borcu olanların borcunu qaytarmaqda onlara yardım etsin. Sıxıntıda olanların sıxıntısını aradan qaldırsın. Həmçinin öz ölkəmizin əmin-amanlığı üçün Allahdan istəyirik ki, Allah Teala öz rəhmətini, sükunətini bizim ölkəmizə nazil eləsin. Allah Teala bizim ordumuzu qorusun. Allah Teala bizim şəhidlərimizə rəhmət eləsin. Onların yaxınlarına səbir versin. Elhamdülillah, bu bizim onlara xeyir istəməyimizdəndir. Və sonra, qardaşlar və bacılar, çox qısa özümə və sizə xatırlatmaq istədiyim bir ibadət var, o da şükürdür. Allah Teala Quran-ı Kərimdə buyurur ki: وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَلَاِنْ كَفَرْتُمْ اِنَّ عَذَابِ لَشَدِيدٌ. Rəbbimiz xəbər verdi ki, əgər şükür etsəz, sizə olan neymətlərimi artıraram. Yox, əgər küfr etsəz, bilin ki, mənim əzabım şiddətlidir. Allaha həmd eləmək və şükür eləmək lazımdır ki, bir çox insanlara nəsib eləmədiyi neyməti bizə nəsib eləyib. İnsanların çoxsu səfər eləyirlər. Lakin hər birinin səfəri xeyir üzərində deyil. Elə insan var ki, şər üçün səfər eləyir. Elə insanlar var ki, xeyir üçün səfər eləyir. İnşallah biz xeyir üzərində səfər eləmişik. Bu, Allahın bizə olan neymətidir. Şükür eləmək lazımdır. Və şükür bilmək lazım ki, 3 növdür. Şükür neçə növdür? 3 növ. Birincisi, insan dili ilə Allahın ona verdiyi neymətlərə şükür eləyir. Məsələn, deyir ki, bunu mənə nəsib eləyən Allahdır. Məni yedizdirən və içizdirən, işlərimi səhmana salan, mənə bütün xeyirləri nəsib eləyən Rəbbim olan Allahdır. Dilinlə etiraf edirsən ki, Allah verir. İkinci növ şükür odur ki, dilinlə dediyini qəlbində etiqad eləyəsən, inanasan ki, bəli, bunu mənə Rəbbim verir. Üçüncü şükür odur ki, nə ki Allah Teala sənə neymətlər nəsib edib, o neymətləri Allaha asilikdə yox, Allaha itaətdə sərf eləyəsən. Təəssüf olsun ki, insanların bəziləri Allahın ona verdiyi neymətləri xeyirdə yox, itaətdə yox, asilikdə sərf edir. Olmaz. Böyük günahlardandır. Şükür elə Allaha dilinlə, qəlbinlə və ibadət eləməklə, salih əməllərlə. Allah Teala Quranda buyurur ki: İ'məlu ələ Dəvudə şükra. Ey Davudun ailəsi, şükür olaraq Allah üçün salih əməllər edin. Şükürün faydası nədir? Xeyri nədir? Necə əvvəldə qeyd elədik ayəni. Allah Teala deyir ki, siz şükür etsəniz, mən sizə artıraram. Başqa ayədə Allah Teala buyurur ki: Mə yef'alullahu bi'azabikum. Mə yef'alullahu bi'azabikum in şəkərtum və əməntum. Əgər siz şükür etsəz, Allaha iman gətirsəz, Allahın sizə əzab vermək nəyinə gərəkdir? Ne üçün Allah Teala ona iman gətirən, ona ibadət eləyən, neymətləri halallarda istifadə edən bir qula cəza versin, verməz. Ayənin davamında buyurur ki, Allah Teala: وَكَانَ اللّٰهُ شَاكِرًا عَلِيمًا. Axı Allah biləndir və şükrün əvəzini verəndə Allah Teala bilir ki, sən xeyir əməllərə can atırsan, sənə bəla verməz. Sənə Allah Teala imtihan verər, dünyada və axirətdə dərəcəvi qaldırmaq üçün. Amma səni əzabla Allah Teala yaxalamaz. Həmçinin Allah Teala başqa ayələrdə bizə xeyli neymətlər verdiyindən danışır. Məsələn, bir ayda Allah Teala deyir ki: وَاِنْ تَعُدُّ نِعْمَةَ اللّٰهِ لَا تُحْسُوهَا. Əgər siz Allahın neymətlərini saymaq istəsəniz, sayıb bitirə bilməzsiniz. İbnül Qayyim rahimehullah böyük alimlərdən deyir ki, əgər Allahın sənə verdiyi neymətlərə görə şükür eləmək istəyirsənsə ona, onda başda aldığın nəfəslərin sayından. Yəni mümkün deyil. Mümkün deyil sən Allah'a şükür eləsən. Allah həmişə çox verir, qul həmişə az eləyir. Allah Teala bizim naqis nəfslərimizi islah etsin. Allah Teala bizi bağışlasın. Allah Teala bizi əzəmətli ibadətə, o ümrəyə müvəffəq etsin. Bu çətinliyə səbr eləməyə, dözməyə güc versin, qüvvət versin. Və bir faydanı sizə qeyd edeyim. Azan verəndə, azanı eşidirsiniz. Azanda belə bir kəlmələr var. Hayya aləs-saləh, hayya aləl-fələh. Hayya aləs-saləh o deməkdir ki, tələsin namaza. Hayya aləl-fələh o deməkdir ki, gəlin nicat tapmağa.
Peyğəmbər sallallahu aleyhi ve sellem bizə xəbər verib ki, əgər müəzzin desə ki, hayyə aləs-salə, hayyə aləl-fələ, siz deyin ki, la quvvətə, la havlə və la quvvətə illə billah. Güc və qüvvət yalnız Allahdandır. Ne üçün bunu öyrədib bizə azanın bu hissəsində? Yəni, Allah səni namaza çağıranda, qurtuluşa çağıranda sən Allaha deyirsən ki, ya Rab, sən mənə güc və qüvvət verməsən, mən gəlib meçiddə sənə ibadət edə bilmərəm. Gərək onu da sən mənə nəsib eləyəsən. Bütün güc, qüvvət, aləmləri Rəbbi olan Allahdandır. Kömək, yardım, qələbə Allahdandır. Bizə 44 günlük qələbəni nəsib eləyən kimdir? Allahdır subhanahu ve teala. Allah Teala buyurur ki: "Vəmən nasru illə min indillah." Kömək yalnız Allah Teala'dandır. Bəzi insanların düşündüyü kimi daşlardan, ağaclardan, pirlərdən, övliyalardan belə şey yoxdur. Kömək Allahdandır. Kömək də Allaha ibadət və itaət üzərində gəlir. Allah Teala bizim əskərlərimizin qədəmlərini sabit eləsin. Allah Teala onların qəlbinə güc, qüvvət versin. Onlarla üzbəüz olan düşmənimizin qəlbinə Allah Teala qorxu salsın. Allah Teala onları sirkələsin. Allah bizi sabit eləsin. Velhamdülillahi Rabbil ələmin. İnşallah davam eləyək. Çay içdi, istirahət elədi. Avtobusa davam eləyək. Gedək Uhud dağına.